85% səhv cavabın gəldiyi bu sualla tanış ol və cavabını müəyyənləşdir. Həmçinin bizim izaha baxaq. Hansı cümlədəki ulduz işarəsinin yerinə durğu işarəsi yazmaqda, yazmamaqda olar? Hətən, yəni daim olun. Burada yaşamır. Burada 100% vergül yazılmalıdır. Yəni durğu işarəsi 100% qoyulmalıdır. Müəllim Tural Əzimliyə Xaqani Şirvani böyük Azərbaycan şairidir dedi. Burada 100% durğu işarəsi yazılmamalıdır. Deyə bilərsiniz ki, bəlkə Xaqani ilə Şirvani mən ayrı-ayrı adamlar kimi düşünürəm. Xaqani bir şair, Şirvani bir şair. Onda da bir məsələ var ki, şairidir olarsa, siz deyə bilirsiniz Xaqani və Şirvani ayrı-ayrı adamlardır. Deməli, B-də 100% qoyulmamalıdır. Bugün də gəlməyəcəksən mi? Sual işarəsi 100% qoyulmalıdır. Həmişə tünd, göy, qara rəngli köynəklər geyinərdi. Burada həm qoşa nöqtə qoyula bilər, tünd, yəni ki, göy, qara. Həm də defis qoyula bilər, tünd, göy və qara köynəklər geyinərdi. Deməli, həm qoşa nöqtə, həm də defis qoyula bilər. Amma iş arasındadır ki, defis durğu işarəsi deyil. Yəni, mən burada defis qoyanda durğu işarəsi qoymuş olmuram. Deməli, burada biz durğu işarəsi qoya da bilərik, qoşa nöqtə, ya da qoymaya bilərik. Sadəcə defis qoyarıq. O məni çağırmamışdı. Burada 100% qoyulmur. Düzgün cavab D.